Gənc rəssam Seymur Bayramlının istedadı hələ uşaq yaşlarından özünü göstərməyə başlayıb. Rəsmə olan marağı onu illər keçdikcə bu sənətdə daha təkmilləşməyə sövq edib. Artıq 20 ilə yaxındır ki, o müxtəlif texnika və üslublara əsərlər yaradaraq yaradıcılığını davam etdirir. Əvvəllər əsasən karandaşla işləyən rəssam zamanla yaradıcılığın yeni texnika və materialları zərgirləşdirib. Bu gün onun işləri arasında kömür və tuş ilə hazırlanmış qrafik rəsmlər, eləcə də yağlı boya ilə işlənmiş tablolar xüsusi yer tutur. O, həmçinin taxta üzərində yandırma üsulundan istifadə edərək fərqli sənət nümunələri yaradır. Yəni çəkdiyim şəkillər birinci sinifə getməzdən əvvəl işləyirdim. Sadə karandaşla, flomasterlə işləyirdim. Ondan sonra yavaş-yavaş valideynlər bu sənəti məndə görəndən sonra Biləsuvar rayon Uşaq İncəsənət Məktəbində sənətimi davam etdirdim. Rəssamın yaradıcılığında yağlı boya ilə çəkilən təbiət mənzərələri də diqqət çəkir. Bu əsərlərdə rənglərin ahəngi və işıq, kölgə keçidləri xüsusi incəliklə işlənir. Şükürlər olsun ki, bu sənətimi yenə də davam etdirirəm. Daha da ilk uşaqlıqdan bu sənəti özümdə görəndən sonra ilk şəklim alma şəkli olub, flomasterlə çəkmişdim. Almanın özü iki rəngdən ibarət orada rəng vurmuşdum. Uşaqlıq idi, rəngləri bilmirdim. Elə də çox rəssamlıqdan anlayışım yox idi. Həvəsim olsa da bu istedadı özümdə görsəm də, yəni orada tam olaraq rəngləri bilmirdim. Almanın bir tərəfi yaşıl, bir tərəfi qırmızı, iki hissəyə bölünmüşdüm. Rəssam taxta üzərində yandırma texnikasına müraciət edir. Elektriklə işləyən xüsusi alətin köməyi ilə hazırlanan bu işlərdə əsasən təbiət mənzərələri və heyvan aləmi təsvir olunur. Bir əsərin hazırlanması isə təxminən bir həftə vaxt aparır. Ümumi rayon tədbirlərində iştirak edirəm və ümumi rayon tədbirlərində də birinci yerə layiq görülmüşəm, fəxr fərmana, diplomlara və sərgilərdə də iştirak edirəm. 20 yanvar hadisələri, Xocalı faciəsi, bu kimi tədbirlərdə və Novruz bayramı, baharın gəlişi ilə bağlı işlərimi sərgilərdə nümayiş etdirim. Rəssam yaradıcılığında müasir texnologiyanın imkanlarından istifadə edir. Kompressor vasitəsilə boyanın çiləmə üsulu tətbiqi rəsmlərə fərqli bədii effektlər verir və rəng keçidləri daha yumşaq göstərir. Onun işləri müxtəlif sərgi və festivallarda nümayiş etdirilir. Bir sıra müsabiqələr, mükafatlara layiq görülüb. Rəssamın bəzi əsərləri onlayn platforma vasitəsilə satışa çıxarılır. Beləliklə Biləsuvarda yaşayan gənc rəssam ənənəvi üsullarla müasir texnikanı birləşdirərək yaradıcılığın yolunu davam etdirir. Onun portret və təbiət mövzuları əsərləri incəsənət sevərlərinin diqqətini çəkməyə davam edir. İlqar Mustafayev, Rəvan Məmmədli, bu gün informasiya proqramı üçün.